Bizim uşaqlığımızda indiki uşaqlıqda böyle problem var, doğrudan. İndi bu məhəllə belədir, çox qəliz yerdir məhəllə. Məhəllədə kimin hörməti var, onun hər yerdə hörməti var. Məhəllədə kimin hörməti yoxdur, onun heç yerdə hörməti yoxdur. Bir dənə burada narka biznesi işləyən oğlan Bakıda, mənim üçün bunu danışıb deyir, məhəlləyə yaxınlaşan kimi, mən də deyir, nəşə çəkənlər, qumar oynayanı tanıyıram da. Yaxınlaşan kimi məhəllə, yönüm 3 nəfər durdu ayağa. Mən də bunların birini tanıyıram. Qayıtdım, ha, Ələskə. Eşidirik, Muxtar müəllim. Ha, gözlərimiz qıpqırmızıdır. Sıvarka demişik. Qayıtdım, ha, mən də eləmək istəyirəm. Ha, elektronum var. Ha, bugün buraya toy məclisidir. Birdən milli məclis olsaydı, burada Murtuz Ələsgərov olardı. Biz müharibə edə bilmərik, yəni ki, vanlarla, amma toy hökmən çıxış eləmək lazım. Sözü verəm Zəlimxan Yaquba. Atanın 3 oğlu vardı, ikisi ağıllı, biri deputat. Bizim deputatımız Şahiyəddin Əliyevdir. Yeganə deputat gedib girib, renginə çıxanda deyib, gecəvuz xeyri qalsın. Orada qaranlıq olmaz. Dünən yazdığım, bugün oxusa bilmir nə oxuyur. Üçüncü maddenin 4. bendinde yazılan 4. maddenin 2. bendinde belli metin tarafından Karal Hayat'ın 2. bendinde yazılan. Bir de onun cevabını o vaxtı nasıl oluyor? He, söndür o mikrofonu. He, bədbaxt millət vəkili, o məsələyə yarım saat qova qalım. Bir deputatımız var, şair deputat Hamada, Zəlimxan Yaqub. Birdən burada olsaydı yani, aram da, yaylaq da, doğmadım ana. Kalbimi dağlara vermesem valla. Yazda çiçeği, yayda yarpızı, payızda morgu dermesem valla. Her kimin kardeşle yayda yadına, yukarılı zirveler çatar dadına. Bizim o dağların ölmez alma şehirden bir çele hörmesem valla. Parmağı perdede, mizrafı telde. Parmağı perdede, mizrafı telde. Turacı meşede, sonası gölde. Zəlimxan seyr eylər gülü səməndə, qartalı zirvədə görməsəm, ölləm, Neşkozun Nazım qartalımıza buraya gəlir. Biri gəlib tutuquşu almağa görür, başdır. Biri tutuquşu alır, görür, papuqayda satırlar, deyir, bu papuqay neçiyədir? Satıcı deyir, 500 dollara. Deyir, nə danışırsan, ha? Ağlın var, elə baha, ne üçün baha, səndən yaxşı danışır. İndi burada hamısı yaxşı danışanlar mı? Qulaq asın. Ən böyük mədəniyyət qulaq asmağı bacarmaq. Çox sağ olun.